ədəbi ədəbsizdən öyrənəndə pozular da intizam. Özündən, heç nəyindən daha minbərdə çox şey demirəm, xəbəri olmayanlar ağsaqqal olanda pozular da intizam. Hətta hicab bağlayan xanımlar belə hicabı Avropadan öyrənirlər. Halbuki bu hicabın nümunəsi Həzrəti Zəhra idi. Seriallardan öyrənir. Filan serialda filan kəs hicabı bu cür bağlayır. Yadınıza gəldi Hadin serialı. Hə. Xanımlar başladılar o cür seriallardan götürüb hicab bağlamağa. Hicablar başladılar rəngarəng olmağa. Hicab sözünün mənası yəni örtük. Bir örtük ki nəzər cəlb eləyəcək hicab deyil ki. Başladılar qaş vurmağa, daş vurmağa, parlaq şeylər yapışdırmağa hicabın üstünə. Bu hicab olmadı. Həzrəti Zəhra salamullahi aleyha evdən çıxanda 7 dənə çadranı üst-üstə atırdı. Hicablara qaş yapışdırdılar, daş yapışdırdılar, şəkil vurdular, rəng vurdular. Qara hicab, bir rəng hicab, daşsız hicab, qaşsız hicab, bəzəksiz hicab vuranlara da dedilər ki, nə deyək qaraya bürünmüsünüz. Lazımlı adamlar nümunə olmadı bizə, düşmənlər nümunə oldu. Onda bəli tərbiyə pozulacaq. Onda bəli adab pozulacaq. Onda bəli ictimai nizam və intizam pozulacaq. Onda bəli haqq batilin yerində, batil haqqın yerində oturacaq. Məlum məsələdir.